Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavat ve selamı üzerinize olsun. Allah ettiğiniz ibadetleri kabul eylesin. Bugünkü mövzumuz adı belə olacaq, Züheyrə xitaben. Bildiyiniz kimi Züheyr Hürri əleyhirrəhmə ilə birlikdə döyüşürdü. Hürri əleyhirrəhmə şəhid olandan sonra Züheyr xeymələrə qayıtdı. Züheyr İbn Qeyn ağır hücum və döyüşdən sonra çadırlara İmam Hüseyin əleyhissalamın huzuruna qayıtdı. Əlini imamın çininə qoyub, yenidən icazə istəyərək bu şeiri dedi. Hidayət olunub düz yola yönələn canım sənə fəda olsun. Bugün sənin baban Peyğəmbərlə, qardaşın İmam Həsən əleyhissalam ilə Əli Mürtəza əleyhissalam və Cəfər-i Təyyar ilə görüşəcəyim gündür. Həmzə-i Səyyid-i Şühəda ilə görüşən günlərimdir. İmam ona belə cavab verdi. Mən də sənin ardınca gəlib onlarla görüşəcəyəm. Xülasə Züheyr meydana gedib, yaralanıb, axır ki Kərbala torpağına yıxılarkən İmam onun başı üstünə gələrək belə təşəkkür etdi. Züheyr, Allah səni öz rəhmətindən uzaq salmasın və səni öldürən qatillərə lənət etsin. Necə ki, keçmiş zamanlarda bir sıra şəxsləri lənətlədi. Onlar dəyişilib, meymun və donuz şəklinə düşdülər. Bəli, hər bir dövrdə düşünmək qüdrətini əldən verib, İbn Ziyadların, Ömər Sədlərin havası ilə meymun kimi oynayanlar həyat üçün nəfslərini doyurmaqdan başqa bir məna anlamayan donuz sifətlər Allahın qəzəb və lənətinə hədəf olduqları üçün beləcə insaniyyətdən uzaqlaşmışlar. Hənzələ Şibaniyə xitabən İmam Hüseyin əleyhissalamın köməkçilərindən və səhabələrindən biri də Hənzələ Şibani olmuşdur. O düşmənlə üz-üzə dayanıb onlara öyüd nəsihət verməyə başladı. Sonra öz sözlərini bu ayələrlə tamamladı. Ey mənim qovmum, mən sizin üçün insanların fəryad edəcəyi gündən qorxuram, yəni qiyamət günündən. O gün ki, Allahın əzabından dörd bir yana qaçacaqsınız. Amma o gün Allahın qəzəbindən sizin üçün heç bir pənah yeri olmayacaq. Hər kəsi Allah öz əməlinə görə azdırsa, onun üçün yol göstərən tapılmaz. Qafir surəsi 32 və 33-cü ayələr. Bu ayələrdə Ali Firondan olan mömin bir şəxsin Fironçuları Həzrəti Musanı öldürmək qərarından çəkindirməsi və bu işin qorxulu nəticələrindən onları xəbərdar etməsindən bəhs olunur. Sonra o çadırlara qayıtdı. İmam Hüseyin əleyhissalam onu təşviq edərək belə qiymətləndirdi. Allah sənə rəhmət eləsin. Bu adamları haqqa dəvət etdiyin zaman müsbət cavab verməklə səni və dostlarını öldürməyə hazır olarkən əzaba layiq idilər. Lakin indiki sənin salih qardaşlarının qanını tökdülər. Allahın əzabı və qəzəbinə düçar oldular. Hənzələ dedi, canım sənə qurban dediklərin əsl həqiqətdir.
Sonra izin istemek məqsədiyle dedi. Öz Allahıma tərəf gedərək behiştəki qardaşlarıma qoşulmayım mı? İmam Hüseyin Aleyhisselam buyurdu. Get, dünya ve dünyadakilerden daha yaxşı olana tərəf ve get əbədi olan mülkə ve ağalığa doğru. Hənzələ İmam Hüseyin Aleyhisselamla vidalaşıb son sözünü dedi. Salam olsun sənə ey Əba Əbdillah. Allah'ın salamı olsun sənə ve senin ehli beytine. Allah bizimle seni öz behiştinde görüştürsün. İmam Hüseyin Aleyhisselam buyurdu. Amin, amin. Hənzələ düşmənin üstüne yeriyerek ürəkdən döyüştü ve sonda şehadetin yüksek derecesine nail oldu. Seyf İbni Haris ve Malik İbni Əbdə xitaben Təbəri yazır. Həmdan qəbiləsindən olan Seyf İbni Haris İbni Rəbi ve Malik İbni Əbd İbni Səri əmi oğlu ve bir anadan idilər. Kərbəla ile Küfə yolunda get-gəlin azad olduğu vaxt özlərini Kərbəlaya yetirib Hüseyin İbni Ali Aleyhisselamın dəstəsinə qoşuldular. Aşura günü bu iki əmi oğlu düşmən qoşunun çoxluğunu, İmam Hüseyin Aleyhisselamın dəstəsinin isə azlığını görüb ağlaya imamın huzuruna geldiler. İmam onların ağladıklarını görüp buyurdu. Ey kardeşim uşaqlar, ağlamağınızın sebebi nedir? Allah'a and olsun ben ümidvaram birazdan sizin gözleriniz behişte dahil olmakla ışıklanacak. Elə ise şad olun ve sevinin ki o iki genç dediler. Ey peygamber balası, canımız sana kurban. Allah'a and olsun bizim ağlamağımız ve narahatlığımız özümüz için değil, size göredir. Çünkü biz görürük ki düşman sizi muhasire edip lakin bizim sizi müdafiə etmek için göze çarpacak kadar bir kuvvemiz yoktur. Yalnız senin yolunda canımızı kurban etmek kimi azacık gücümüz var. İmam Hüseyin Aleyhisselam onların bu fədakarlıqlarını görüp dedi. Allah bu köməyinizin, fədakarlığınızın əvəzində sizə təqvaların ən yaxşı savabını əta etsin. Təbəri Əbu Məxnəfdən nəql edir. Bu iki əmioğlu imamla söhbət etdikləri vaxt Hənzələ İbni Əsəd də meydanda düşmən qoşununa muizə edirdi. Çox çəkmədi ki, o şəhid oldu. Bu zaman o iki gənc meydana üz qoydular. Onlar meydana getmək üçün bir-birləri ilə yarışırdılar. Və hərdən də dönüb çadırlara tərəf baxır və uca səslə xudafisləşərək belə deyirdilər. Salam olsun sənə ey Peyğəmbər balası. İmam buyurdu, salam və Allahın rəhməti ilə bərəkətləri siz iki nəfərə olsun. Onlar meydana çatıb döyüşə başladılar. Bir-birini qoruyur, hansı bir düşmən mühasirəsinə düşürdüsə, digəri onun köməyinə çadır, düşmən səhvlərini yararaq onu xilas edirdi. Nəhayət hər ikisi şəhid oldu. Məsuliyyət hissi imamla o iki nəfərin, yəni Seyf İbni Haris və Malik İbni Əbdənin xudahafizləşməsində hər şeydən çox nəzərə çarpan, diqqəti cəlb edən ən mühüm və unudulmaz bir həqiqət olan məsuliyyət hissidir. Baxın, imam onların bu işlərini xüsusi tərifləmiş və onlar üçün Allah'tan böyük bir savab istəmişdir. Bu savab nəinki təqvaların savabı, hətta onların ən yaxşı savabıdır ki, bizim təsəvvürümüzün fövqündədir. Bəli, bu iki gənc haqq tərəfdarlarının az, batil himayədarlarının isə çox olduğundan və öz vücudlarını haqqa qurban verməkdən başqa bir kömək bacarmadıqlarına görə təəssüflənir.
ve gözyaşı tökürlər. Onlar şəhid olmaq üçün bir-birləri ilə yarışırlar. Həqiqətən də onun uğrunda yarışanlar yarışmalıdırlar. Vəzifələrini yerinə yetirməkdə və haqq yolunda qurban getməyə elə sevincək olmuşlar ki, hər addım başı çadırlara tərəf çevrilir və deyirdilər: Salam olsun sənə ey Peyğəmbər balası. Bu cümlə ilə öz beyətlərini təzələyir və yenidən xudafisləşirdilər. Bütün bunlar şəxsi vəzifəsini dərk etmək və məsuliyyət hissi kimi böyük bir həqiqətdən irəli gəlir. Bu gözəl xüsusiyyət necə də tərifə layiq və bəyəniləndir. Hansı cəmiyyətdə bu xüsusiyyət olsa, o cəmiyyət səadət yolundakı bütün problem və maniələri dəf edər. Bu növ hiss hər hansı bir şəxsdə olsa, dininə, aininə kömək etmək, rəhbərini, imamını himayə etməkdə ölüm və şəhidlik sərhəddinə qədər irəliləyər. Amma nə pisdir və nə çirkin və təhlükəlidir. Əgər bu vəzifə hissi, məsuliyyəti duymaq dərki hər hansı bir cəmiyyətdən və fərddən uzaq ola. Belə olan surətdə o nəinki hərəkət edən bir ölüdür, hətta başqalarının da ölümünə və süqutuna səbəb olacaq bir şəxsə çevrilər. Əla ləqənətullahi ələl qəvmiz zalimin və səyyələmullezine zələmü əyyə yənqəlibunə münqəlibun.